Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər vermişdir ki, bu 10 gün dünyanın ən əfzəl günləridir. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Afdalu əyyəmid dünya əyyəmul aşri. Dünyanın ən əfzəl günləri 10 gündür. Yəni Zilhiccənin ilk 10 günüdür. وَلَا مِثْلُهُنَّ فِي سَبِيلِ اللّٰهِ قَالَ وَلَا مِثْلُهُنَّ فِي سَبِيلِ اللّٰهِ رَجُلٌ عَفَّرَ وَجْهَهُ فِي التُّرَابِ. Və sual verirlər ki, yəni Allah yolunda vuruşmaq da ona çatmır, yəni 10 gündə edilən salih əməllərə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm istisna edir ki, bir kəs malı ilə, canı ilə çıxıb qayıtmasa ona çatmır. Amma qayıdırsa, deməli ondan da üstündür bu 10 gündə edilən salih əməllər. Və həmçinin bu mübarək 10 günün fəzilətinə dəlalət edir. Peyğəmbər sallallahu aleyhi və səlləmin bu günlərdə əməl etməyə həvəsləndirməsi və o günlərin, o zamanın şərəfli olmasına görə və həmçinin o günlərdə məkanın da, orada olanlar üçün məkanın da şərəfi cəm olur, xüsusən də həccə gedənlər üçün. Həm zaman baxımından, həm yer baxımından şərəfli yer və şərəfli zaman cəm olur.